Salam, hörmətli Excel istifadəçiləri, yeni video ilə qarşınızdayıq və bildirmək istəyirəm ki, bunlar bir neçə ardıcıl videodan ibarət olacaqdır və Exceldə tarix funksiyalarına həsr olunmuşdur. Gəlin başlayaq. İlk videomuzu biz həsr eləmişik Exceldə today və now formullarına, funksiyalarına. Ümumiyyətlə, today və now formullarından danışmamışdan öncə, Exceldə tarixlər, saatlar, zaman ümumiyyətlə anlayışı necə işləyir, məntiq nədən ibarətdir və s. bu kimi detallar barədə məlumat vermək istəyərəm və sonra isə funksiyalara keçəcəyik. Gəlin başlayaq. Excel-i açmışam. Deməli, gəlin belə bir şeyə baxaq. Tutaq ki, Excel-də tarix anlayışı nə deməkdir, necə başlayır? Buna keçməmişdən öncə birinci məlumat verim ki, Excel-də tarixlərin yazılışı sizin əməliyyat sisteminizlə eynidir. Məsələn, nəyi nəzərdə tuturam? Əgər kompüterinizin aşağı sağ hissəsinə fikir versəz, burada tarix və zaman göstərilmişdir. Tarix hansı formatda yazılırsa, Excel-də də o formada əks olunacaqdır. Məsələn, məndə hal-hazırda 7/24/2026 olaraq qeyd olunub. Bu o deməkdir ki, Excel-də tarixi bu formada tanıyacaqdır. Yəni, birinci ay, gün, sonra il kimi. Bəs gəlin görək, bunun arxasında nə dayanır? Məlumat vermək istəyirəm ki, Excel-də ən birinci tarix, yəni ən başlanğıc tarix 1 yanvar 1900-cü ildir. Bundan öncəki tarixləri Excel başa düşmür. Yəni, hər bir şey buradan bu tərəfə başlayır. Bundan sonraki tarixləri əhatə edir. Və əslində biz Excel-də vizual olaraq gördüyümüz tarixlər rəqəmə bərabərdir. Yəni, hərəsi bir rəqəmi ifadə edir. Məsələn, əgər təsəvvür etsək ki, 1 yanvar 1900-cü il Excel üçün ilkin tarixdirsə, bu o deməkdir ki, o əslində arxasında deməli yatan kod bir rəqəminə bərabərdir. Oxşar olaraq 2 yanvar, hələ ki mətn olaraq yazıram, 2 yanvar 1900-cü il Excel üçün 2 rəqəminə bərabərdir və s. Yəni, bu formada da davam edir. Gəlin bunu yoxlayaq, həqiqətən biz nə demək istəyirik? Məsələn, bugünkü tarixi qeyd eləyirəm, 24 iyul 2026-cı il. Hal-hazırda əgər xananın üzərində dayanıb, home menyusundan, baxın, burada formata baxsaq, date formatını görəcəyik. Gəlin formatı sadəcə olaraq general edək, yəni heç bir format tətbiq etməyək. Və bu dəfə belə bir rəqəmlə qarşılaşıram, 46227. Məsələn, sabahki ayın tarixini qeyd etsək, yəni 25 iyul olaraq qeyd etsəm, burada yenidən date-ə çevirsəm, görəcəyik ki, 46228-dir. Yəni, əslində tarixlər bir rəqəm olaraq artır. Öncəki, deməli, növbəti tarixlər, məsələn, bugünkü gün, sabahki gün və beləcə davam edəcək. Bir öncəki tarixlər isə əksinə bir vahid olaraq azalır. Bu, deməli, məntiqdən çıxış edərək, siz rahat şəkildə bir tarixdən digər tarixi çıxa bilərsiniz və yaxud toplaya bilərsiniz. Yəni, arxasında rəqəm yatdığına görə bu formada əməliyyat aparmaq olur. Gəlin yenidən bu rəqəmləri date-ə çevirək. Və təsəvvür edək ki, ayın 25-dən biz 24-ünü çıxırıq və cavab 1 alınır. Yəni, bunların arasındakı tarix bir gündür. Və yaxud digər bir şey demək istəyirəm. Deyək ki, biz təvəllüdümüzü yazırıq, birthday. Məsələn, birthday olsun 3 mart 1990-cı il. Bugünkü ayın tarixindən 3 martı gəlin çıxaq, görək bizə nə verəcək. Bərabərdir. Deməli, ən sonuncu tarixi götürürük, çünki bu daha böyük rəqəmdir 1990-dan. Çıxırıq, deməli, təvəllüdümüzü və bizə bir rəqəm verir, 13292. Əslində, məntiq olaraq bu o deməkdir ki, bugünkü gün ilə təvəllüdüm, doğum tarixim arasında 13292 gün keçmişdir və beləcə siz 13292-ni 365 gün olaraq bölsək, biz əslində burada
neçə il, yəni öz təvəllüdümüzü tapmış oluruq. Yəni 36 ilə bərabər olmuş olur. Bu formada da siz tarixlərdən rahat şəkildə istifadə edə bilərsiniz. Belə, artıq biz bilirik ki, Excel-də tarixlər necə işləyir, məntiqi nədən ibarətdir və artıq gələ bilərik today və now formulları ilə bağlı olan məlumatlara. İki formula var. Adları çox, belə deyək də, bizə məlumat verir ki, burada nə haqda söhbət gedəcək. Yazılış qaydaları çox sadədir. Bərabərdir today yazıb, sadəcə olaraq mötərizəni açıb və bağlayıb enter düyməsini bastığım anda today formulasının cavabı bugünkü cari tarixə bərabər olacaqdır. Bu formullar dinamik olduğuna görə siz növbəti gün faylı yenidən açsanız, həmin günün tarixini göstərəcəkdir. Eləcə də burada now formulası ilə gəlin baxaq. Now formulası edirəm. Mötərizəni açıram və bağlayıram. Enter düyməsini basıram. Today formulasından fərqi ancaq ondan ibarətdir ki, now formulası tarixlə bərabər cari vaxtı da göstərir. Yəni hal-hazırda 9:04 olaraq göstərir. Amma bir neçə dəqiqədən sonra biz bunu yenidən yeniləsək, belə deyək, formulanın cavabını dəyişmiş formada görəcəksiniz. Belə bir sual yaranır. Deməli, today formulası cari vaxtı göstərir, now formulası cari vaxtı və zamanı göstərir. Bəs biz necə edə bilərik ki, sadəcə olaraq xanada və yaxud sütunda cari zaman qalsın, yəni saat qalsın. Bu bəzi hallarda praktik olaraq bizə lazım ola bilir. İşçilərin işə gediş-gəliş saatlarına baxanda və yaxud hansısa bir dinamik hesabatları hazırlayanda və s. Bunu necə eləyə bilərik? Bərabər qoyuruq. Əslində cavab çox sadədir. Now formulasından çıxırıq today formulasını. Bu deməkdir ki, now formulasındakı, baxın, bu hissə today'da olduğuna görə bir-birindən çıxılacaq və yerdə sadəcə zaman hissəsi qalır. Hal-hazırda cavabı sadəcə formatını dəyişəcəyik, time-a çevirəcəyik vaxta və görəcəyik ki, 9:05-dir. Və bayaq dediyim kimi, dinamik olduğuna görə 9:04 olan saat hal-hazırda 9:05-ə çevrildi. Hətta yenidən refresh eləsək, görürük ki, 9:06, yəni bu formada işləyir. Bunun daha rahat forması odur ki, birbaşa now formulasını yazırıq və çıxırıq ondan today formulasını. Yəni sərbəst şəkildə də belə yaza bilərik. Okay, gəlin bunun formatını Format Painter-dan tətbiq edək bura. Bildirdim ki, funksiyalar təbii olaraq dinamik işləyir, yəni həmişə dəyişən formadadır. Bəs necə eləyə bilərik ki, cari tarixi və cari saatı dinamik yox, statik formada yazaq, yəni dəyişməz formada yazaq. Bəzən olur elə bir hesabat hazırlayırıq ki, biz sadəcə olaraq bir sütunda cari tarixləri yazmaq istəyirik, amma onların dəyişməsini istəmirik. Yəni dinamik olaraq hər dəfə dəyişməsinlər. Bunun deməli hansı yolu var? Mən shortcut olaraq sizə məlumat verəcəm. Kontrol və nöqtəli vergül və kontrol shift nöqtəli vergül shortcutlarından istifadə edə bilərsiniz. Bu neynəyəcək? Kontrol təkcə nöqtəli vergül sizə cari tarixi qaytaracaq. Kontrol shift nöqtəli vergül isə sizə cari zamanı, yəni saatı qaytaracaq. Gəlin yoxlayaq, görək nəyi nəzərdə tuturuq. Kontrol nöqtəli vergülü bastığım anda artıq xanada 24 iyul tarixi gəlir. Amma fikir verin, formula barda bunun arxasında heç bir formula yoxdur. Eyni əməliyyatı kontrol shift nöqtəli vergüllə aparsaq, sadəcə olaraq xanada ayın, daha doğrusu saat qeyd olunur, 9:07 AM. Və yenə də burada heç bir şey yoxdur, formula falan yoxdur. Bunu bir saatdan sonra da, bir gün sonra da açıq saxlasaq, baxsaq, yenə eyni formada məlumatları görəcəyik. Yəni, dinamik deyil, baxmayaraq ki, bu hissə dəyişəcəkdir. Belə, gəlin indi keçdiyimiz today formulası ilə bağlı bəzi praktik nümunələrə baxaq.
Deyək ki, bizim bir cədvəlimiz var. Burada bir sütunda satış tarixləri göstərilmişdir və biz bilmək istəyirik ki, bu tarixlərdən hansı bugünkü satışlara aiddir. Bugünkü satışlar olub. Bunu bu formada yoxlaya bilərik. Bərabər qoyuruq və satış tarixini götürürük xananı, bərabər edirik today formulasını. Baxın bu şəkildə. Bu deməkdir ki, biz sadəcə yoxlayırıq ki, xanada qeyd olunan tarix bugünkü tarixə bərabərdirmi, yoxsa yox. Əgər bərabər deyilsə false verəcək, bərabərdirsə true sözünü yazacaq və biz bunu aşağı sürüşdürsək, görəcəyik ki, xanalarda baxın bir bu hissədə, yəni bugünkü satışın bu tarixdə olub, digəri isə bu tarixdə olub. Bu formada da yoxlaya bilərsiniz. İkinci sual olaraq deməli bilmək istəyirik ki, satışdan neçə gün keçmişdir. Deyək ki, satış tarixlərimiz var. Bugünkü günə qədər onların arasında neçə gün keçmişdir. Bunu da bu şəkildə yoxlaya bilərik. Əslində today funksiyasının cavabı daha sonrakı cavabdır, belə deyək. Daha gələcək cavabdır. Ona görə biz today'dan böyükdən çıxırıq, today formulasından çıxırıq satış tarixlərimizi. Əksini də eləyə bilərsiniz. Bu zaman ola bilsin ki, mənfi rəqəm alınsın. Deməli, today'dən çıxırıq satış tariximizi. Aşağıya sürüşdürürük. 2 dəfə klik eləyəndə aşağıya qədər xanalar dolur. Bunu bu şəkildə olmasına baxmayın. Gələcəyik home menyusundan, baxın burada formatını general'a dəyişsək, faktiki olaraq satış tariximizlə bugünkü tarix arasındakı fərqi görürük. Gün olaraq görürük. Məsələn, aralarında 200 gün fərq var. Hansı ki, bu günə aiddir. Onların arasında heç bir fərq yoxdur. Bir-birini sıfırlayır. Üçüncü sualım nədən ibarətdir? Vaxtı keçibmi? Yəni expire olubmu, yoxsa yox? Bunu bəzən hansı hallarda baxa bilirik? Satış tarixi olmasın, məhsulun bitmə tarixi olsun. Bəzən olur ki, məhsulun bitmə tarixi və yaxud müqavilə tarixləri qeyd olunur, müqavilənin müddətinin bitmə tarixləri yazılır və biz burada belə bir yoxlama qoyuruq ki, onun artıq vaxtı keçibmi və yaxud da əksinə vaxtına neçə gün qalıbmı və s. Bunu da belə yoxlaya bilərik ki, həmin tarix olan xananı deyirik ki, kiçikdir today formulasından. Bu artıq yoxlayacaq. Əgər kiçik alınırsa today'dən, çünki biz demişdik ki, axı onların tarixlərin arxasında həmişə bir rəqəm dayanır. Məsələn, H2 xanasının rəqəmi əslində 46027-yə bərabərdir. Amma today formulasının cavabına baxsa, 46227-yə bərabərdir. 46027 46227-dən əlbəttə ki, kiçik olacaq. Buna görə biz bunu true alırıq. True deməkdir ki, həqiqətən də məhsulun bitmə tarixi və vaxtı keçmişdir. Və bunu aşağıya belə sürüşdürsək, bəzi yerlərdə false görürük, yəni əslində hələ onun vaxtına qalıb. Buralarda əgər gələcək zaman olsaydı, məsələn deyək 2027-ci il olsaydı, cavabı false alacaqdıq. False o deməkdir ki, məhsulun bitməsinin vaxtına hələ qalıb və yaxud müqavilənin bitməsinə hələ vaxtına qalıb. Siz bu formada da belə məntiqi bir hesablamalar qoyub, öz cədvəllərinizdə istifadə eləyə bilərsiniz. Belə, tarix formullarımıza həsr olunmuş ilk videonun sonuna gəldik, çatdıq. Əgər sizdə də hansısa maraqlı bir fikirlər varsa, bu ilə bağlı hər hansısa bir ipucular və s. varsa, komment bölməsində yaza bilərsiniz. Sağ olun.